olan Şəhidlər Xiyabanıdır. Şamaxı Şəhidlər Xiyabanıdır. Biz bu xiyabana gelirik, yalvarırıq, deyirik, gedirik. Ama böyle sözün evvelinde deyim. Allah Teala her kim bak, bana layıqdır, aksaqqalam. Allah ona insaf versin. O an ben olacaq qarış edəcəm. Yaxşımız ki, uşaqlara qiymət verək. Bu bağlarımıza qiymət verək. Bu bağlarımızın canında, yolunda, canımızı qoyaq bunların yolunda. Saat onun yaşından ben buradayım, özümü tərəfinə mən rıkan verəmirəm özümü. Amma dalın Allah tərəfi olaq. Dalın Allah tərəfi olaq, Allah tərəfi danışaq. Allah Teala hər birimizdən az olsun, hörmətli şəhid ataları, əziz şəhid anaları. Bugün biz Şamaxı Şəhidlər Xiyabanındayıq. Hər birimizdən bir xahişim var ki, biz bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edək, sonra tədbirimizi davam etdirək. Allah rəhmət eylesin. Hörmətli cemaat, bugün biz hava bak belə də olmasaydı, biz burada olmalıydık. Kar dizden de olsaydı biz burada olmalıydık. O günlərlə kar belə dizden de biraz aşağı etmiş. Orkan balamızın ad gününe gidəndə. Çünkü bu uşaqlar kar, soğuğun, yağış, hiçbir şey bilməyiblər. Bir məqsədlər olub ki, torpaqlarımızı azad eləyək, Azərbaycan xalqının başını yuxarı qaldıraq, bu başı yuxarı qalxan Azərbaycanın başının qədrini bilməyənə day demirəm, day qarış eləmirəm olaraq. Allah Teala bu günləri, bu gözəl gündə, bu gözəl məkanda, bu gözəl diyarda hər birinizə xoşbaxtlıq nəsib eləsin. Hörmətli şəhid ataları, əziz şəhid anaları, hörmətli Nazım bala, sən ad günün bugündür, amma dünən keçirmişsən sən öz yoldaşlarınla, öz silahdaşlarınla, öz torpağı qanlarıyla alan yoldaşlarınla. Bu günləri sən ona görə dedin ki, mən bugün buradayım ki, anam, qardaşım, bütün şəhid ataları, bütün şəhid anaları, bütün xalq burada olacaq. Ona görə məndən, sən də bugün buradasan. Hörmətli bağlarımız, Allah Teala sizə qan-qan rəhmət eləsin, yeri cənnətli olsun. Amin. Hörmətli cemaat, çox sağ olun, hər birinizə təşəkkür edirəm. Həmişə az, çox, ziyaretin az çox olmaz. Yanımızdasınız, birisi ilə biri yerdəsiniz. Allah Teala sizin qalan bağlarınızla, hörmətli şəhid ataları, əziz şəhid anaları, qalan bağlarınızdan xeyir görəsiniz. Bir biri xatirinə, bir Allah'ın duasının hürmətinə. Hörmətli Sədullah, qardaşın yanındasan buyur. Əvvəla hər birini salamlayıram, gəlib çək salamlayıram, şəhidlərimizin Allah yerindən, Allah hər birini Çok sağ ol. Hadi hanım, bunu da seçelim. Altın zile geçti. Cennetler çapat gibi, cennetler çapat gibi. Amin. Hörmətli Cahım mənim şəhid atası, buyur. Ben de şəhidlərimizi salamlayıram. Onlar əbədidirlər, diridirlər. Tədbir iştirakçılarını salamlayıram. Xurşan Sarqırız. Bunları Nazım balamızın bilirsiz ki, mövlududur. Hikmətdə dəşməyən mövlududur. Allah ruhunu şad etsin. Bunları mövludu olan bütün ölkəmizdə mövludu olan bütün şəhid balalarımızın hər birinin ruhu şad olsun. Allah cümlə şəhidlərimizin ruhunu şad eləsin. Allah onlardan razı olsun ki, bizim həqiqətən də Ağsaqqal da dedi, xalqımızın uzun ağırladılar, başını ucaldılar. Bizim də hər birimizin borcumuzdur ki, onların əmanətlərinə sadiq qala, onların bizə ilk növbədə alıb verdiyi torpağa sadiq qala, atasına, anasına, yaxınlarına sadiq qala, onları göz bəbəyimiz kimi qoruya, onları həmişə dəstək olaq onlara. Yəni biz onları eləməsə, yəni o balaların haqqını itirmiş kimi sayılır. Həqiqətən də onlar görünə boylanan balalarımız gör, şəhidlərimiz, qəhrəmanlarımız, onlar hər biri qəhrəmandırlar. Qəhrəmancasına canlarından keçiblər, düşünmədən,
düşünmeden canlarından keçiblər. O hissləri insan nə qədər düşünsə də, yəni o xəyalından keçirdə bilməz ki, onlar nə hisslərlə döyüşdülər. Allah ordumuzu qorusun. Allah bayrağımızı həmişə ucalarda dalğalandırsın. Hal-hazırda bilirsiniz ki, balalarımız səngərdədir, düşmənlə üzbəyüzdür. Yəni onlar elə bir düşməndir ki, elə hiləgər düşməndir ki, o düşmənlərimiz bizim. Yəni onlar antiterror əməliyyatında ağ bayraq qaldırdılar, amma bizim 80 neçə dənə, 90 neçə dənə bizim əskər balalarımızı, zabitlərimizi şəhid elədilər. Onlar hiləgər bir düşməndir. Onlarla dost olmaq olmaz. Yəni düşmənimizi biz körpəlikdən balalarımıza öyrətməliyik ki, erməni sizin düşməninizdir. İndi hal-hazırda balalarımız orada səngərdədir. Allah o balalarımızı qorusun, düşmən gülləsindən qorusun, sağ-salamat ailələrinə dönsünlər. Allah heç bir valideyni evladla sınağa çəkməsin. Bura gələn insanlar balasının xeyrini görsünlər. Allah hər birinizdən razı olsun. Çox sağ olun ki, Nazım balamızın anasının, qardaşını tək qoymamışsınız. Çox sağ olun hər birinizdən. Allah bütün şəhid ailələrin, ataların, anaların səbrini versin. Çox sağ olun. Allah razı olsun. Teşekkür ederim. Şəhid atası. Sübhan buyur. Əvvəl hamı salam edirəm. Bizim daim əzizlərimiz olan şəhidlərimiz. Allah yerini cənnət eləsin. Nazım balamıza, qardaşımıza. Məhz Nazım kimi oğulların sayəsində bizim kişilik hatamızı başımıza qoydular. Qarabağ toprağına aldılar. Orada döyüşən olanların, veteranların, qazilərin sayəsində, ən əsaslı şəhidlərimizin sayəsində biz bütöv bir Azərbaycan olduq. Allah onların qanı şahid eləsin. Bu ölkəyə həmişə əmin-amanlıq olsun. Bu şəhidlərin tökdüyü qanı, aldığı torpağın bu ölkədə yaşayan bütün adamlar qazi bilsinlər ki, həmişə bu şəhidlərə borclular. Hətta biz şəhid atalar olaraq, biz 92-də döyüşdükdə bizim yarımçıq qoyduq qaldığımız işlərimizi, bizim balalarımız, qardaşlarımız tamamladı. Azərbaycan torpağını bütöv elədi. Bu torpaqda yaşayan hər kəs bu Azərbaycan şəhidlərinə, bu dövlətdə, bu qalibiyyətə əməyə olan hamıya borcu var. Çünki biz müstəmləkə altında yaşamışıq. Niyə görə demirlər? Çünki biz neçə ildir demokratik respublika olmamıza baxmayaraq torpağımızı girib fazını artığı zəbt olunmuşdur. Yeganə bir ölkü ki, bütün ərazi, bütün sərhədlərimiz bizim öz keçmiş dədə-baba torpaqlarımızdır. İlk dəfə ki, 18-ci əsrdən bəri bizim dövrdə bizim balalarımız, bizim qardaşlarımız zəfər qazanır. Allah onları cənnətdə eləsin, cənnətlərin daimi oluz eləsin. Biz bütün şəhidlərimizə fəxr edirik. Allah Nazım balamızın da, qardaşımızın da, valideynə, qardaşına, ailəsinə səbir versin. Allah görməz olsun. Çok sağ ol, teşekkür ederim. Hürmetli Nazım balam. Ben burada olanları senin hatırına çatırıram. Sağında anondu. Solunda kardeşimdi. Anon da elə bir insandı ki, özü qeyd elədi. 6-cı ildir bir yerdeyik, bir yerden kalmayıp. Benim gözümün karşısında. İster uzak olsun, siz yakın olsun. Her oğlu olsun, bu bacı her yerde olup bu şehit ailelerinin tedbirlerinde. Bugün de bütün şehit aileleri senin yanındadır ve aynı zamanda Gazi, hürmetli Agil Mələm de buradadır. Mirkent Kent İcra Nümayəndəsinin sədri hürmetli Hacı Zöhrəb de buradadır. Şamaxı rayon Axundi, hürmetli həmişə olduğu kimi benim sağımda dayanıb. Hacı Mərhəmət buradadır ve aynı zamanda qeyd elədim, bütün şəhid atalar, şəhid analar senin yanındadır. Ve aynı zamanda senin karşında Şamaxı rayon ağsaqqalı hürmetli Ağarza müəllim, Ağarza babon senin yanındadır. Hürmetli cemaat, Allah Teala sizin her birinizden razı olsun. Ben sizin her birinizden razıyam. Her biriniz Allah Teala'dan duam sizinlədir. Allah Teala sizi həmişə xoşbaxt eləsin. Allah qalan bağlarını salamat etsin. Şəhid atası qalib buyur. Hər birinizi salamlayıram, hörmətli ziyarət iştirakçıları, dəyərli şəhid valideynləri, gələn qonaqlar. Bugün bildiyimiz kimi Nazım balamızın mövzudur. Allah onun
Cənnətdəki dəyişməyən nurlu Azərbaycan mübarək olsun inşallah. Sizlərə səbir versin. Nazım balamızın timsalında Allah cəm şəhidlərimizə rəhmət eyləsin. Uca məkanları cənnət olsun. Valideynlərinə səbir versin. Allah ordumuzu qorusun. Allah hal-hazırda bu soğuk havada Səngərdə olan əskərlərimizi, zabitlərimizi qorusun. Allah bu zəncir bayrağımızı bir daha vətən səmasından indirməsin. Amin. Allah hər birinizə səbir versin, şəhid valideynləri. Çox sağ olun. Allah razı olsun. Teşekkür ederim. Şahit anası. Başta hanım. Sen şahit olduk ha biraz yakın gel. Buyur. Tədbir iştirakçıları, hörmətli ağsaqqalımız, axundumuz, icra nümayəndələri, şəhid ataları, şəhid anaları, hər birisi salamlayıram. Ayda bacı, Sədullah. Allah Nazım balamın cənnətdəki mövludun mübarək eləsin. Allah sizlərə səbir gözüm versin. Allah bizim hər birimizə səbir versin. Allah ordumuzu qorusun, ordumuzu qorusun. Heç vaxt, heç kəsə bala dağı göstərməsin. Çox sağ olun. Teşekkür ederim. Şahit atası. Tezden benim buradasın Emirhan Müəllim. Buyur. Hörmətli tədbir iştirakçıları, şəhid ailələri, şəhid sevər insanlar, hər birinizi salamlayıram. Allah hər birinizdən razı olsun. Bizim hər birimizdə bəllidir ki, bizim qəhrəman şəhidimiz Nazım balamızın doğum günüdür. Bugünkü gündə cənnətdə doğum günü bütün şəhidlərimizin məkanı cənnət olsun. Nazım balamızın timsalında bütün şəhidlərimizin məkanı cənnət olsun. Bəli. Qürurludur, amma biz valideynlər üçün qüruru qədər də adısı var. Bir daha bütün şəhidlərimizin məkanı cənnət olsun. Allah ordumuzu qorusun. Qazilərimizə, veteranlarımıza Allah can sağlığı versin. Ayda bacımın timsalında, Sadullah bacım balasının timsalında bütün Allah şəhid ailələrə dözüm versin. Şəhid bacı qardaşlar Allah səbir versin. Hər biri sağ olun, şəhid sevər insanlar. Allah cəm dünyasını dərkənimizə rəhmət eləsin. Bütün şəhid bacı qardaşlarına Allah qorusun. Şəhidə dəyər verən hər birisi Allah qorusun. Qardaş sağ olun, hacı, aksaqqal, ağel, hər biriniz. Teşekkür ederim. Bütün o şəhidə bağlı olan insanlar hər biriniz var. Təşəkkür ederim hər biriniz. Çok sağ ol. Namaz. Şahit atası. Buyur. Salamlayıram. Məkanı cənnət olsun, cəm şəhidlərimiz. Amin. Teşekkür ederim. Xan Məhəmməd şahit atası. Buyur. Benim Nazım balamızın adımızı Allah yerince Amin. şu anıya da böylece sabır Allah hamımızdan razı olsun ki bize bu 6 il her biri bunlar qəhrəman. Qəhrəman atalar, qəhrəman analar Allah var eləsin. Allah indən belə ufaqda qismət eləsin. Mən dəyərli qardaşım. İnşallah. Sağ olasın, çok sağ olun. Uzaqdan, qıraqdan gələn qonaqlarda Allah var eləsin. Çok sağ olun. Ben qeyd etdim. Qarabəlli kənd icra nümayəndəsinin sədri, hörmətli Zöhrə müəllim, buyur. Çox sağ olun müəllim. Çox hörmətli, dəyərli tədbir iştirakçıları, hörmətli şəhid valideynləri. Məndən öncə çıxış edənlər hamısı qeyd elədiyi kimi bugün biz çox hörmətli, dəyərli Biraz sayıq dola İlimizin tədbir gedir. igid oğlu Nazimin mövlud gününə toplaşmışıq. Bəli, qeyd olunduğu kimi biz bugün alnı açıq, üzü ağ gəzməyimizin harasa bir kənara gedəndə də bizim işğaldan azad olunmuş torpaqlarımızın səbəbkarları bəs bizim bu balalardır. Allah Teala onların valideynlərinə, yaxınlarına səbir versin. Burada tez-tez qeyd olundu ki, şəhidlərə çox hörmətli, dəyərli bizim ağsaqqalımız, elimizin ağsaqqalı, axundumuz dəfələrlə qeyd edib ki, şəhidə qiymət verə bilməyən insan bir Azərbaycanlı, müsəlman şəxsi ola bilməz. Şəhidin valideynləri, onların yaxınları bizim doğmalarımızdır, əzizimizdir. Məhz buna görə də biz həmişə daim şəhidlərimizin valideynlərinə, yaxınlarına ömrü boyu borcluyuq, bir ömür boyu borcluyuq.
nə qədər Azərbaycan xalqı var, şəhidlərimiz yaşayacaq və daim qəlbimizdə olacaqlar. Və bu günləri Respublikamızın Ali Baş Komandanının, rayon icra hakimiyyətinin və digər orqanlarının hamısının nəzarəti bizim şəhid valideynlərimizin və onların yaxınının üzərindədir. Ona görə də bir daha qeyd edirəm. Bizdə məndən öncə çıxış edən bir şəhid valideyni qeyd elədi. Ayda bacım, gün o gün olsun ki, bizim bu kardeşimizin davamçısı olan Sədullah'ın toy məclisi qurulsun və onun evladı olsun, oğlu olsun, o Nazimin adını daşısın. Biz bunu arzulaya bilərik. Allah Teala sizlərə səbir versin. Bütün şəhid valideynlərinə Allah səbir versin. Sizin hamımız bizim əzlimizsiniz, gözümüzün nurusunuz. Çok sağ olasın. Çok sağ olun, teşekkür ederim hürmetli Zöhrə, bacı Zöhrə. Şəhid anası, Nəcimə xanım buyur. Şəhidlərimizin adamımızı yeri cənnət olsun. Qazilərə can sağlığı versin. Ordumuzu qorusun. Allah sizlərə eski eləməsin. Allah şəhid ailələrine sabır versin. Teşekkür ederim. Çok sağ olun. Şahverdi kardeş buyur. Şəhid atası. Mən də hamı ziyarətçilərini salamlayıram. Allah ziyarətimizi qəbul eləsin. Məndən öncə qabaq çıxış eləyənlər hamısını dedi. Şəhidlər barəsində çox danışmaq olar. Allah olan Ayda bacıya, Sədulla qardaşlar, ailələrine, yaxınlarına səbir versin. Allah rəhmət eləsin bütün şəhidlərə. Teşekkür ederim. Şəhid kardeşi. Buyur tezden hemen yanımdasın. Mən də şəhidimizin yeri məkanı cənnət olsun deyirəm. Büyümüzə, qardaşına səbir dözüm diləyirəm. Allah cəmi şəhid atalarına, analarına səbir versin. Amin. Teşekkür ederim. Çok sağ olun. Buyur. Müəlliməsinə. Müəlliməsinə. Buyursun müəlliməsi. Yoldaşlar məndən müracaət elər ki, bəs müəlliməsi söz. Tezdir iştirakçıların salamlayıram. Nazir Subhanallah Teala Halik-i Nur. Rahmallah Muhammed el-Fatiha. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil Alemin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdinas sıratal müstakîm. Sıratal lezîne gayril mağdûbi aleyhim veleddâllîn. Amin. Bismillah. Kul huvallahu ehad. Allahu samad. Allah rahmet Allahümme salli ala Muhammed ve ala ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. La yestevi ashabul ve ashabul cennet. Ashabul cennetul faizun. لو أنزلنا هذا القرآن على جبل لرأيته خاشعا متصدعا من خشية الله وتلك الأمثال نضربها للناس لعلهم يتفكرون هو الله الذي لا إله إلا هو عالم الغيب والشهادة هو الرحمن الرحيم هو الله الذي لا إله إلا هو الملك القدوس السلام المؤمن المهيمن العزيز الجبار المتكبر سبحان الله عما يشركون هو الله الخالق البارئ المصور له الأسماء الحسنى يسبح له ما في السماوات والأرض وهو العزيز الحكيم صدق الله العظيم سبحان ربك رب العزة عما يصفون والسلام على المرسلين وعليهم والحمد لله رب العالمين آمين آمين الحمد لله رب العالمين والعاقبة للمتقين الصلاة والسلام على سيدنا ونبينا وحبيب قلوبنا وشفيع قلوبنا أبو القاسم محمد صلى الله عليه وسلم اللهم ربنا يا رب تقبل منا إنك أنت السميع العليم وتب يا مولانا إنك أنت التواب الرحيم واهدنا ووفقنا إلى الحق ولا طريق المستقيم واعف عنا
واغفر لنا برحمة وانفصل على القوم الكافرين. اللهم نور قلوبنا بنور القرآن وكفر عنا سيئاتنا بزيت القرآن واشف مرضانا بآيات القرآن وسلم أحيانا بحكمة القرآن. اللهم اكرمنا بكرامة القرآن، اللهم شرفنا بشرافة القرآن، اللهم زينا بزينة القرآن، اللهم ألبسنا بخلقة القرآن، اللهم ادخل الجنة بشفاعة القرآن. اللهم بلغ ثواب ما تلوناه هادية متصلة إلى روح نبينا وشفينا محمد المصطفى صلى الله عليه وسلم وإلى جميع الأولياء والأوصياء والشهداء والصالحين وإلى المؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات لا سيما خصوصا لهم مغفور مبرور معلوم لا سيما خصوصا لهم شهداء في سبيل الله. اللهم إني أسألك موجبات رحمتك وأعظم مغفرتك والسلامة من كل اسم والغنيمة من كل بر والفوز بالجنة والنجاة من النار. رحم الله منادل الفاتحة. بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين. اهدنا الصراط المستقيم صراط الذين غير المغضوب عليهم ولا الضالين آمين. بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يكن Allah rahmet eylesin. Allah razı olsun. Hürmetli cemaat. Can sağlığı olsun. Sonra size bakmayın. Şehitler ziyaret edilen bütün şehit sevenlere Allah canı sağ olsun. Haydi bacı. Allah size bol bol sevgiler. Yönetli değişilmeyen adının mübarek olsun. Güzel bala. Nazım. Allah size sevgiler olsun. Allah iyilik görsün. Amin. Teşekkür ederim. Teşekkür ederim. Rana Hanım buyur. Çok sağ olun. Söz veriyorsun. Başka şehit ailelerine salamlayıram. Əlbəttə. Şəhidimiz Nazım Nəvənin cəm şəhidlərimizə Allah rəhmət eləsin. Yerləri cənnət olsun. Onlar bu qısa ömürlərində çox şərəfli həyat yaşadılar və bir nümunə həyat yaşadılar. Böyük məktəb boyu getdilər. Hər birimiz o məktəbdən öyrənirik. Torpağı sevmək, vətəni sevmək necə olur. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Amin. Yerləri cənnət Çok sağ olun. Teşekkür ederim. Zakir buyur. Şehit atası. Allah şehidimize yumuşak olsun. Yardımlarını sağ. Teşekkür ederim. Vasif şehit atası. Biz her bir vaxt şəhidlər xiyabanına gələndə həm bizə o qəm gətirir, həm də baş ağrıyor. Çünki bizim şəhidlərimiz boş yerə getmədilər. Onlar öz qanları ilə bir Azərbaycana bir tarix yazdılar. Bizim 92-ci illərdə bir çox şəhidlərimiz oldu. Ancaq dövlətçiliyimiz olmadığına görə biz məğlub olduq. Bir məğlub xalq olduq. Ancaq 2020-ci ildə bizim həmin 92-ci ildə doğulmuş uşaqlar bizə baş ucalığını gətirdi. Onlar bizim bayrağımızı ucalara qaldırdı. Bizim başımızı ucalara qaldırdı. Düzdür, şəhid valideynləri üçün çətindir gözmək. Ancaq bizə təskinlik verən odur ki, onlar qalib oldular. Öz qanlarını o Qarabağ torpağında tökdülər və həmin bayraqda olan qırmızı rəng onların qanları ilə suvarıldı. Və onlar bu torpağı azad etdilər və bizim xalqımıza baş ucalığı gətirdilər. Bütün dünyada indi Azərbaycan xalqın qalib bir xalq kimi bilirlər. Allah'tan bütün şehitlerimize rahmet diliyorum. Çok sağ olun. Kardeşimize bağlı. Teşekkür ederim. Nazım'ın emsi Emrah kardeş burada. Bu günləri Nazım balamızın hanım günü. Mən bütün şəhidlərimizə onların yerləri cənnət olsun deyirəm. Başqa nə deyək? Onlar haqqında danışaq, o qədər danışılmalı şey var. Ancaq Allah rəhmət eləsin. Sağ olun. Teşekkür Allah ederim. kömək etsin. Faik Muallim. Buyur kardeş neden oldu? Allah ilmem kimi düşünü ağrıyor. Cem şehitlerimize yaşanan devlet eylesin. Hamsının karşısında bir şehit atası olarak baş eğlen. O cümleden bizim bugünkü günde şuna toplaştığımız Nazım balamız olsun.
Allah məkanı cənnət olsun. Amin. Amin. Onlar öz sözlərini deyib getdi. Ardı qaldı bizim boynumuza. Biz onların həm qədim bilməliyik, həm torpaqlarımızın, xalqımızın. Kim onların o bayaq ağsaqqal söhbət edir, qədim bilmirsə, Allah onlarla bilsin. Bəli, bəli. Mən deyim müsaadən dedim Allah insaf versin. Hadi Allah səbrinizi versin. Səbriniz şey. Teşekkür ederim. Koyun olsun, məmnun Allah hamısının babasına versin. Yaxşı dua. Allah köməyiniz olsun. Teşekkür ederim. Cəm şəhidlərimizə rəhmət. Amin. Hörmətli cəmaət, əziz şəhid ataları, hörmətli şəhid anaları. Mən sözümün əvvəlində qeyd elədim, elə başlamamışdan qeyd elədim ki, biz bu yaxında Qurttepe kənd şəhidlər xiyabanında olduq. Orxan balamızın ad günündür. Rıza müəllim buradadır. Mən siftə gələndə görmədim onu. Bizdən sonra gəlib. Buyursun. Allah balamıza rəhmət eylesin. Nədir? Biz hər il bu tədbiri keçiririk. Borcumuzdur. Bizdə xoşbəxtlikləri oldu ki, tarixdə yaklaşdığında qalacaqlar. Biz ölüb gedəcəyik, insan daimi deyil. Lakin bizdən sonra gələn məsələlər də hər il bizim şəhidlərin ad günündə, hanım günlərində, yeni zamanda, zəfər günündə onları qeyd edəcək. Bax buna görə də onlar dünyaların dərsələr də belə bir gün kazandılar ki, heç kimin dərsələr olmaz. Bu əbədilikdir. Bizim şəhidimiz Berber Nazım, Meymunlu mən onun döyüş yolu haqqında məlumatım var. Ben bilirəm ki, əsl qəhrəman şəhidlərdən biri olur. O orada Flamyotçu gelir. Flamyotçu kimi onun xidmət yoldaşları bilirlər ki, ayaq üstə, KKK ağır Flamyotçu, ayaq üstə bir hücuma keçirilir və çoxu düşmanı məhvedilir. Və ona görə də bütün şəhidlər üçün onun bir qələbədə payı var. Allah şəhidlərə Amin. Teşekkür ederim. Her birinize. Bayram, şehit atası. Gelende gördüm seni. Neyse böyle evvel kardeşlerle Allah bizi yarın kimliğinde zaten. Hürmetli cemaat, ben ilk evvelden bu şehitler xiyabanında kadem koyanda dedim ki ben Göyler kendinde Şamağı şehitler xiyabanının yarısı kadar şehit var. Ona göre de bunlar elə sağ olsunlar ki ayın 20'sinde özleri gedib orada öz şehitlerini ziyaret ediblər, dua ediblər, sözlerim deyiblər. Her birine teşekkür ederim. Allah rahmet eylesin. Kan baba gördüm sayda gelende. Geline hanım hazırlaş. El etmesin. Gözəl bacım, sabırla qardaşım. Allah səbrinizi versin. Allah Nazım qardaşımızın kimsalında, bütün şəhidlərimizə rəhmət eylesin. Məqamlarımızı Allah rəhmət eylesin. Çok teşekkür ederim. Kandır hanım buyur şehit anası. Elgün'ün anası. Ben de herkesi seviyorum. Kulak yakınlaşma. Allah'ın izniyle her birine geleceğim. Allah Teala bize teyir ömür versin. Onların yanına bizi affeder. Allah hamımızdan razı olsun. Çok teşekkür ederim. Şehit atası. Tevfik kardeş buyur. Teşekkür ederim. Karan olmaz inşallah. Hürmetli cemaat. Her birinizden Allah Teala razı olsun. Konuklarımızdan danışmak isteyen varsa buyursun. Danışmak isteyen varsa. Ha buyurun. Allah kömək. Çok sağ olun. Teşekkür ederim her birinize. Sağ olun. Her birinizden razı kalırım. Allah Teala bütün şehit atalarının, şehit ananın, kalan bağlarının, ya Rabbim ve Resulallah. Bizi kıbleye diyen müşavirimiz destemazıdır. Onların kalan bağlarını salamat ile. Amin. Gözlerine çırak ile. Çünkü onlar bu kahramanların atasıdır. Bu Azerbaycan halkının başını uca eğleyen insanların atalarıdır. Kardeşleri deyip bacıları deyip. Bunu bilmeye lazım hürmetli cemaat. Bunu bilmeyenler Allah kanım olar ben karmış elime ben yanına yapıyorum. Aşakkalar. Bilmeye lazım.
Her kim asılda oturursa buranın sahasında oturur. And olsun Allah buranın sahasında. Ben danışmağa hakkım var. Benden başka, ben için danışmağa hiç mezzeti vermem. Ben danışmağa hakkım var. Cesaretim de var, erkim de var. Allah bu bağlarımızı kendi rahmet eylesin. Allah yerlerin cennetten etsin. Amin. Her ağızda bir dua var. Bir halda ki başlandı. Allah bu Sadullah kardeşimizden hayır işini tezliğine yekunlaştırar. Amin. Aksakalı başta olmak. Hamımız iştirak Hamımız Allah Teala orada iştirak eder. Allah Teala'nın duasıyla. Allah Teala'nın izniyle. Hürmetli cemaat. Hamımızdan bir haşim var. Amerikan kendine gidecek. Evet. Ben de sizinle bir yerde gidirəm. Ağıl məndə mən olacaq. Her birinize Allah Teala işabatlık versin. Allah Teala her birinizin işine aban dilesin. Her birine teşekkür ederim. Allah Azerbaycan halini xoşbaxt dilesin. Allah Şamağı cemaatini xoşbaxt dilesin. Hürmetli cemaat. Allah prezidentimiz İlham Əliyev cənablarına xoşbaxtlıq qismət etsin. Mehriban xanımın işaban olsun. Ver dua edin. Fatiha. Bismillah. مالك يوم الدنيا صراط المستقيم غير المغضوب عليهم ولا الضالين آمين هو الله Allah rahmet eylesin. الله رحمه Allah rahmet